Avtomobillərin texniki baxışdan keçirilməsindəki növbələr, rüşvət iddiaları. Nədənsə 150 manat tələb olunur və insanlarda heç bir şans qalmır. Prezidentin sərəncamı niyə gerçəkləşmədi? Avtomobillərə texniki baxışın keçirilməsi niyə fərdi sahibkarlara verilmədi? Onların özəl şirkətlərə devr edilməsi səlahiyyətlərinin azalması demək olacaq ki, bu da onların heç də xoşuna gəlmir. Baş Dövlət Yol Polis İdarəsi Azadlıq Radiosunun suallarını cavabsız qoyub. Deputatsa deyir ki, son illər bu sahədə xeyli işlər görülüb. Basa-bas filan elə şey olmur. İndi əvvəl kimi öyle, indi pəncərələr çoxdur. Azərbaycanda avtomobillərin texniki baxışa görə dövlət rüsumu 30 manatdır. Bundan başqa 2024-cü ilin fevralın 1-dən avtomobil sahibləri texniki baxışa görə dövlət rüsumundan savayı istismar ilindən asılı olaraq 10 manatdan 40 manata qədər utilizasiya haqqı ödəməlidirlər. Avtomobil sahibi Zəkirullah Nağıyev deyir ki, ancaq dövlət rüsumu ödəməklə avtomobili texniki baxışdan keçirə bilmək, necə deyərlər, hər adamın işi deyil. 30 manat 60 qəpikdir dövlət rüsumu. 20 manatda bu ildən elə bir ki, nəsə əlavə utilizasiya rüsumu alırlar. Ancaq 150 manatdan aşağı heç kim keçə bilmir də. Sadəcə olaraq mən xahiş elədim ki, pulum azdır filan şey 130 manata, yəni texniki baxışdan keçə bildim də. Yoxsa çıxardırlar, kabinetdən ümumiyyətlə çıxardırlar. Nədənsə 150 manat tələb olunur və insanlarda heç bir şans qalmır. Özü də məsəl üçün belə deyək də, dillə də yox, balaca ona kartışkanın üstündə yazırlar karandaşla, ötürürlər səndə elə bir ki, qabağda ki, yəni bu məbləğ ödəginə. Zəkirullah Nağıyev avtomobilin texniki baxışı zamanı problemlə üzləşdiyini deyən yeganə sürücü deyil. Elə sosial şəbəkələrdə də zaman-zaman bu haqda yazanlar olub. Tələb olunan pulu verməyənlərin də get-gələ salındığını iddia edənlər var. Hamısı normal, ideal vəziyyətdə yoxlanıb, əyləncələr, nakatkalar yerindədir, hər bir şey yerindədir. Yenə də texniki baxışda deyirlər ki, sizin Rusnoy işləmir. Gedin təzədən düzəltdir. Niyə görə də nə məsələdir? Təbii ki, indi uşaq deyilik, hər kəs bilir ki, problem nədəndir, niyə görə o problemi yaradırlar. Azadlıq Radiosunun müxbiri Bakı küçələrində rastına çıxan sürücülərlə də danışıb, amma onların əksəriyyəti kameraya danışmasalar da, kimisi saatlarla vaxt itirməkdənsə pulunu verib işini həll etməyi daha üstün tutduğunu deyib. Kimisi də nasaz avtomobilini texniki baxışdan keçirməkdə özü qeyri-rəsmi ödənişdə maraqlı olduğunu bildirib. Halbuki texniki baxışın məqsədi avtomobilləri yoxlayıb, hər hansı nasazlıq varsa vaxtında aradan qaldırmaqla qəzaları önləməkdir. Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı rüşvət və digər iddialar uzun illərdir səslənir. 7 il öncə prezidentin təsdiqlədiyi dövlət proqramı gerçəkləşəndən sonra bu problemin birdəfəlik çözüləcəyinə ümidlər yaranmışdı. Lakin 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqramı hələ də gerçəkləşməyib. Həmin proqramda texniki baxışın fərdi sahibkarlara verilməsi də nəzərdə tutulurdu. Nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi. Amma verilən vaxtdan 2 ildən çox vaxt keçsə də, nə bu haqda danışan var, nə də dövlət proqramının niyə gerçəkləşmədiyinə bir izah verən. Halbuki bu proqramın icrası ilə bağlı prezident aidiyyatı qurumlarına tapşırıqlar vermişdi və proqramın 2023-cü iləcən gerçəkləşməsi hədəflənirdi. Azadlıq Radiosu Baş Dövlət Yol Polis İdarəsi ilə də danışmağa cəhd edib. İdarədən isə bildiriblər ki, suallarımızı yalnız yazılı göndərəndən sonra cavablaya bilərlər. Amma həm rüşvət iddiaları, həm də dövlət proqramında qarşıya qoyulan hədəflərin niyə gerçəkləşdirilmədiyi ilə bağlı suallar veriliş efirə gedənəcən cavablandırılmayıb. Deputat Elşad Musayev isə bildirir ki, son illər avtomobillərin texniki baxışı ilə bağlı ciddi işlər görülüb, resurslar artırılıb və proses şəffaf qaydada aparılır. Kimdir gəlsin, çıxsın, açıq desin, mən filan yerə getdim, məndən bu qədər alırlar. Yoxsa sosial şəbəkələrdə yazdı, orada yazdı, burada yazdı. Bu ciddi iş deyil. Mən də getmişəm, maşını aparmışam, orada elə basa-bas filan elə şey olmur. İndi əvvəl kimi öyle, indi pəncərələr çoxdur, cürbəcür otaqlara gedir.
O ki qaldı dövlət proqramında 2023-cü iləcən gerçəkləşdirilməsi nəzərdə tutulan hədəflərə Elşad Musayev deyir ki, bu haqda onda hər hansı məlumat yoxdur. Real Partiyasının sədri iqtisadçı Natiq Cəfərli isə düşünür ki, texniki baxışın fərdi sahibkarlara verilməməsinin səbəbi hər kəsə gün kimi aydındır. Məqsəd bu sahəni inhisarda saxlamaq, əldən buraxmamaqdır. Bunun yeganə səbəbi dövlətin müəyyən qurumlarının, bu işlə məşğul olan qurumlarının marağının olmasıdır. Yəni onlar çox maraqlıdırlar ki, bu səlahiyyət onların əlində qalsın. Onların özəl şirkətlərə devr edilməsi səlahiyyətlərinin azalması demək olacaq ki, bu da onların heç də xoşuna gəlmir. Bir çox ölkələrdə dövlət öz üzərindən bu məsələni atıb. Məsələn, Gürcüstanda istənilən dövlət orqanları ilə, rəsmi dövlət orqanları ilə müqaviləsi olan təmir obyektləri, maşınların təmiri ilə məşğul olan obyektlər texniki baxışdan avtomobilləri keçirə bilər. Yəni, bu sırf dövlətin insarında olan bir məsələ deyil. Natiq Cəfərlinin fikrincə, Azərbaycanda avtomobillərə texniki baxışın dövlət qurumlarından alınıb. Fərdi sahibkarlara verilməsi bu sahədəki problemlərin həllində ən doğru addım olardı. Azərbaycanın daha bir qonşusu Türkiyədə də 2007-ci ildən avtomobillərin texniki baxışı özəl şirkətlərə verilib. Şirkət də öz öhdəsinə Türkiyə ərazisində 14 milyon avtomobili yoxlaya bilən 200-dən çox stansiya qurmağı götürüb. Amma Türkiyə mediasında özəl şirkətin özünün fəaliyyətindən də narazılıqlar səslənirdi. Elə bu günlərdə texniki baxışın keçirilməsi yeni bir şirkətə həvalə edilib. Rəsmi statistikaya görə 2023-cü ilin sonuna Azərbaycanda 1,5 milyon minik avtomobili var. Onların böyük hissəsinin 1,2 milyonunun istismar müddəti 10 ili ötüb. Başqa sözlə Azərbaycanda hər il azı 1,3 milyon, bir gündə isə orta hesabla 3700 avtomobil texniki baxışdan keçməlidir. Ölkədə texniki baxışdan keçirilmə məntəqələrinin toplam sayının 15 olduğunu nəzərə alsaq, bu da deməkdir ki, hər məntəqəyə bir gündə orta hesabla 245 avtomobilin yoxlanması düşür. Amma Azərbaycandakı məntəqələrdə gün ərzində neçə avtomobilin yoxlana biləcəyi açıqlanmır. 2022-ci ildən Bakıdakı məntəqələr 24 saatlıq iş rejiminə keçib. Azərbaycanda avtomobillər istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə isə ildə bir dəfə texniki baxışdan keçirilməlidir.